Doktor, hər ay menstruasiya zamanı çox güclü ağrım olur. Bu normaldırmı? Menstruasiya zamanı yüngül ağrılar ola bilər. Əgər sizdə hər ay təkrarlanan və güclü ağrılar varsa, bu normal deyil. Bu dismenoriya adlanır və mütləq səbəbi araşdırılmalıdır. Bəs dismenoriya nədən yaranır? Dismenoriyanın yaranma səbəbi əsasən menstruasiya zamanı prostaglandin adlanan maddənin ifraz olunmasıdır. Yəni prostaglandin bəzi hallarda çox ifraz olunur. Bu da uşaqlığın yığılmasına və aybaşı ağrılarına meydana gəlməsinə səbəb olur. Doktor, bu ağrının növü olurmu? Bəli, dismenoriyanın iki növü var. Birincili və ikincili. Birincili əsasən yeniyetmə qız uşaqlarında meydana çıxır və bu zaman qadınlar adətən, yəni qız uşaqları sağlam olur, lakin mexaniki səbəblərdən ağrılar meydana çıxa bilər. Lakin ikincili çox vaxt irəli yaşlarda, yəni 30 yaş və üzəri olan qadınlarda meydana çıxır və altında çox vaxt hər hansı bir patologiya dayanır. Endometrioz, mioma, xroniki iltihab kimi problemlər son nəticədə aybaşı ağrılarına gətirib çıxarda bilər. Mənim ağrım çox vaxt menstruasiyadan bir neçə gün əvvəl başlayır. Bu normaldır? Xeyr, bu normal hal deyil. Menstruasiyadan əvvəl ağrı başlayırsa və tədricən artırsa, bu çox vaxt endometrioz və xroniki iltihabın göstəricisidir. Ona görə də mütləq müayinə lazımdır. Bəs ağrını azaltmaq üçün nə edə bilərəm? Ağrını azaltmaq üçün ev şəraitində qarın aşağısına isti kompres və yaxud da isti su torbası qoymaqla, ibuprofen tərkibli dərmanlardan istifadə etməklə ağrını götürmək olar. Amma ağrı sizdə güclüdürsə, bunu daha yaxşı olar ki, həkimə müraciət edəsiniz. Hər ay ağrı kəsicidən istifadə etmək çoxmu zərərlidir? Az dozada və qısa müddətdə ağrı kəsicilərdən istifadə etmək olar. Yəni yüngül ağrıları götürmək üçün. Amma sizdə güclü ağrılar varsa, bu ağrılar hər həftə təkrarlanırsa, onda ağrı kəsicilərlə ağrını maskalamaq düzgün deyil. Yaxşı olar ki, ağrını susturmaq yox, onun səbəbini araşdırıb tapasınız.